Həvarilərin işləri 10-cu fəsil. Mömin yüzbaşı. Qeysəriyyədə Kornel adlı bir nəfər yaşayırdı. O, İtaliyalı adlı alayın yüzbaşlarından biri idi. Həm özü, həm də bütün külfəti mömin olub Allahdan qorxardı. O, xalqa çox nəzir-niyaz paylayar, daim Allaha dua eləyərdi. Bir gün təxminən 9-cu saat radələrində, hazırki vaxtla günortadan sonra saat 3 radələrində görüntüdə aydın gördü ki, Allahın bir mələyi yanına gəlib onu çağırdı. Ey Kornel! Kornel qorxa-qorxa ona baxıb dedi. Nədir ey ağam? Mələk ona dedi. Duaların və nəzir-niyazların xatirə təqdimi kimi Allahın hüzurunda qəbul olundu. İndi Yafoya adamlar göndər. Peter adlanan Şimonu çağırtdır. O, dabbaq Şimonun dəniz kənarındakı evində qonaqdı. Onunla danışan mələk gedəndən sonra Korneli xidmətçilərindən ikisini və mühafizəçilərindən bir mömin əskəri çağırtdırdı. Onlara hər şey danışdı və sonra onları Yafoya göndərdi. Peterin görüntüsü. Ertəsi gün təxminən 6-cı saat radələrində, hazırki vaxtla günorta saat 12 radələrində onlar yolda olub şəhərə yaxınlaşanda Peter dua eləmək üçün dama çıxdı. O acıb yemək istəyirdi. Yemək hazırlanarkən Peterin fikrini bir görüntü apardı. O gördü ki, göy yarıldı. Böyük mələfiyə bənzər bir şey 4 küncündən asılaraq yer endi. Onun üstündə hər cür 4 ayaqlılar, sürünənlər və göydə uçan quşlar var idi. Ona bir səda gəldi. Qalx Peter, kəs və ye. Peter ona dedi. Əsla ya Rəbb, mən heç vaxt nə haram, nə də murdar bir şey yeməmişəm. Səda ikinci dəfə yenə gəldi və Peterə dedi. Allahın halal dediyi şeylərə sən haram demə. Bu 3 dəfə təkrarlanandan sonra o şey dərhal göyə çəkildi. Peter bu görüntünün mənası barədə fikirləri ilə çaşbaş qalanda, Kornelinin göndərdiyi adamlar Şimonun evini soruşurdular. Onlar qapı ağzında dayanıb bərkdən soruşdular. Peter deyə çağırılan Şimon burada qalırmı? Bu zaman görüntü barədə fikirləşən Peterə ruh belə dedi. Bax, səni 3 kişi axtarır. Dur aşağı en və heç tərəddüd eləmədən onlarla get. Çünki onları mən göndərmişəm. Peter aşağı enib həmin adamlara dedi. Axtardığınız adam mənəm. Niyə gəlmisiniz? Onlar dedilər. Kornel adlı bir yüzbaşı var. O, salih və Allahdan qorxan kişidir. Buna bütün Yəhudi milləti də şahiddir. Müqəddəs bir mələk ona əmr elədi ki, səni öz evinə çağırtırsın və deyəcəyin sözlərə qulaq assın. Bundan sonra Peter onları içəri dəvət eləyib qonaq saxladı. Kornelinin evində. Ertəsi gün Peter qalxıb onlarla yola çıxdı və Yafodan olan bəzi qardaşlar da onlara qoşuldular. Sonraki gün Qeysəriyyəyə çatdı. Kornel öz qohumlarını və yaxın dostlarını bir yerə yığıb onları gözləyirdi. Peter içəri girəndə Kornel ayağına düşüb ona səcdə elədi. Peter isə onu ayağa qaldıraraq dedi, qalx, mən də sənin kimi insanam. Peter Korneli ilə danışa-danışa içəri daxil olanda gördü ki, ora xeyli adam yığılıb. Onlara belə dedi. Bilirsiniz ki, Yəhudilərə hər hansı bir yadelliyi ilə ünsiyyət yaratmaq, onlara qonaq getmək qadağandır. Amma insanları haram və murdar saymamağı Allah mənə göstərdi. Buna görə məni çağıranda etiraz eləmədən gəldim. Deyə bilərsinizmi, məni niyə çağırmısınız? Kornel cavab verdi. 3 gün əvvəl elə bu vaxtlarda 9-cu saatın duasını eləyirdim ki, birdən parlaq libaslı bir kişi qarşımda dayandı və dedi. Ey Kornel, sənin duaların eşidildi və nəzir-niyazların Allah tərəfindən yada salındı. İndi Yafoya adamlar göndər, Peter adlanan Şimonu çağırtdır. O, dabbaq Şimonun dəniz kənarındakı evində qonaqdır. Ona görə sənin yanına adamlar göndərdim və sən də xeyirxahlıq göstərərək gəldin. İndi hamımız Allahın önündəyik və Rəbbin sənə əmr elədiyi hər sözə qulaq asmağa hazırıq. Peter sözə başlayıb dedi. İndi bildim ki, həqiqətən Allah tərəfkeşliyi eləmir. Milliyyətindən asılı olmayaraq, kim ki ondan qorxub əməl salih olarsa, ona məqbuldur. O, İsrail övladlarına öz kəlamını göndərdi və hamının sahibi olan İsa Məsih vasitəsilə barışdırma müjdəsini yaydı. Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudiyada nələr baş verdi.
Allah Nazaretdə İsanı müqəddəs ruhla və qüdrətlə məhz elədi. İsa xeyirxahlıq eləyərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısını sağaltdı. Çünki Allah ona yar idi. Yəhudilərin ölkəsində və Yerusəlimdə İsa'nın nələr elədiyinin şahidi olduq. Onu çarmıxa çəkib öldürdülər. Amma Allah onu 3-cü gün diriltdi və bütün xalqa deyil, əvvəlcədən seçdiyi şahidlərinə, ölülər arasından dirilməsindən sonra onunla birlikdə yeyib içən bizlərə aydın göstərdi. Bizə isə əmr verdi ki, ölülərlə dirilərin üzərinə Allahın təyin elədiyi hakim budur, deyə bunu xalqa şəhadət eləməklə vəz eləyək. Onun barəsində bütün peyğəmbərlər şəhadət eləyir ki, ona iman eləyən hər kəsin günahı onun adı ilə bağışlanır. Peter bu sözləri deyirdi ki, müqəddəs ruh söhbətə qulaq asan hər kəsin üzərinə indi. Peterlə birlikdə gəlmiş sünnətli imanlılar, müqəddəs ruhun bəxşiş olaraq başqa millətlərin də üstünə töküldüyünə mat qaldılar. Onların başqa dillərdə danışıb Allahın məhd elədiyini eşitdilər. Onda Peter belə dedi: Bu adamlar bizim kimi müqəddəs ruha alıb, bunların su ilə vəftiz olmalarına kim mane ola bilər? Beləliklə, onların İsa Məsihinin adı ilə vəftiz olmalarını buyurdu. Sonra onlar Peterdən xahiş elədilər ki, bir neçə gün onların yanında qalsın.